Bəli, dəyərli izləyiciler, ilk öncə yolun qeyd edirəm. 160 nömrəli avtobus evin böhründən keçir. Yəni 10 metr məsafə ancaqdır. 100 nə idi? Dil öyrəşivi 100 metrə. 10 metr qapını aç, çıx çölə avtobusa min. 160 da Koroğlu işləyir. 2 topdan da artıqdır. Kəmərinə qədər verilir. Evdə 100 kvadrat birinci mərtəbə, 100-də ikinci mərtəbə. 5 otaqlı ev. Və arxa hissəsini göstərək istəyirəm. Qaz var. İşıq var, dövlətin suyu da var. Hamısında sayğaclar qoyulub ha. Sayğac deyil. Bura bunun bağ hissəsidir. Qəşəng nar ağacımız da var. Xırdadır, inşallah böyüdü, qəşəng də məhsul gətirir. Evin kanalizasiya sistemi də çəkilir. Mərkəzi kanalizasiya deyil, şan var burada. Bax, bu həyətlərin ərəsini də əl gəzdirmək lazımdır. Əl gəzdir, giriyaşı edir. Bax, giririk zal. Tüm betonuna qədər hamısını verilir. Sistemi təşkil edir. Buradan pilləkən qoyub ikinci mərtəbəyə çıxış qoyulmalı. Yəni ikinci mərtəbənin hal-hazırda çıxışı yoxdur. Bu bir otağımız, yataq otağı kimi bunu qeyd edirəm. Bir dənə yataq otağımız. Burada giririk. Koridor kimidir. Solda sanitar qovşağı geniş ama. Burada mətbəx. Boşa daşdır. Üstdə də 3 dənə yataq otağı var. 5 otaqlı evdə istəyən olsa üstdəki otaqlar böyüdür də, bölüb 4 otaq da çıxarda bilər. İnternetindən bir də hər şey var. Cin yaşa evi, sayğaclar var. Yerləşmə yeri Binə qəsəbəsi Neon Market deyirlər, yanmış oba, partladı o vaxtı. Bu onun düz yanında. Buyurun.